21 Avqust Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür. Bugün dünyanın müxtəlif yerlərində terrorun dəhşətlərindən əziyyət çəkmiş insanların xatirəsini yad etmək, onların ailələrinə və yaxınlarına həmrəylik göstərmək üçün mühüm bir gündür. Lakin terror anlayışı Azərbaycan xalqı üçün yalnız beynəlxalq sənədlərdə və statistik rəqəmlərdə ifadə olunan hadisə deyil. Bu söz bizim yaddaşımızda itirilmiş həyatları, yarımçıq qalmış taleləri, dağıdılmış evləri və illərlə sağalmayan yaraları xatırladır. Azərbaycan uzun illər terrorizmin ağır nəticələri ilə üzləşmiş ölkələrdən biridir. Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə dinc əhali dəfələrlə məqsədli şəkildə hədəfə alınıb. Xocalı faciəsi bunun ən ağırlı nümunələrindən biridir. Günahsız insanların qətlə yetirilməsi, ailələrin parçalanması, uşaqların, qadınların və yaşlıların həyatını itirməsi xalqımızın yaddaşında silinməz iz buraxıb. İkinci Qarabağ müharibəsi zamanı da Azərbaycanın yaşayış məntəqələri raket və artilleriya atəşinə məruz qaldı. Gəncə və Bərdə terrorları bu baxımdan xüsusi olaraq xatırlanmalıdır. Cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarda dinc insanların hədəfə alınması terrorun nə qədər amansız olduğunu bir daha göstərdi. Gəncədə yaşayış binalarının vurulması nəticəsində uşaqların da daxil olduğu mülki şəxslərin həyatını itirməsi, Bərdədə insanların ölümünə və yaralanmasına səbəb olan hücumlar xalqımızın yaddaşında ağır faciə kimi qaldı. Bu hadisələrin hər birinin arxasında bir insan taleyi dayanır. Kimsə övladını, kimsə valideynini, kimsə həyat yoldaşını itirdi. Bir neçə saniyə ərzində bütöv ailələrin həyatı dəyişdi. Dağılan binaları yenidən tikmək mümkün olsa da, itirilən insan həyatını geri qaytarmaq mümkün deyil. Terrorun ən böyük faciəsi də məhz budur. O, yalnız insanları öldürmür, ailələrin gələcəyini, uşaqların xəyallarını və cəmiyyətinin yaddaşını yaralayır. Buna görə terrorizmə qarşı mübarizə yalnız təhlükəsizlik məsələsi deyil, həm də insan hüquqlarının, sülhün və ədalətin qorunması məsələsidir. Azərbaycan xalqı terrorun nə olduğunu öz ağrıları ilə tanıyır. Bu səbəbdən ölkəmiz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, dinc insanların təhlükəsizliyinin təmin edilməsini vacib hesab edir. Bizim yaddaşımızda Gəncənin, Bərdənin, Xocalının və digər faciələrin ağrısı var. Bu yaddaş həm də gələcək nəsillərə sülhün və insan həyatının nə qədər qiymətli olduğunu anlatmaq üçün bir məsuliyyətdir. Beynəlxalq Terror Qurbanlarını Anma Günü bizə bir daha xatırladır ki, terrorun qurbanları hansı ölkədən, hansı millətdən və hansı coğrafiyadan olmasından asılı olmayaraq insanlıq qarşısında eyni dəyərə malikdir. Onların xatirəsini yaşatmaq, ailələrinə hörmət göstərmək və belə faciələrin təkrarlanmaması üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudur. Terrora qarşı ən güclü cavab insan həyatına hörmət, ədalətə bağlılıq və sülhə inamdır. Azərbaycan terrorun ağrısını yaşamış ölkə kimi terror qurbanlarının xatirəsini ehtiramla yad edir. Xocalıda, Gəncədə, Bərdədə və Azərbaycanın digər bölgələrində həyatını itirən günahsız insanların xatirəsi daim yaşayacaq. Allah bütün terror qurbanlarına rəhmət eləsin.